Salam Barca. Nətərsən, nə var, nə yox? Bu səsimi dinləyirsənsə, deməli sən də evdən pul qazanmaq istəyənlərdən birisən. Prosto bilmirsən, arada o qorxular, şübhələr, suallar gəlir. Bilmirsən hardan başlayasan, nə eləyəsən, necə eləyəsən ki, alınsın. Çünki alınmasa, qohum əqrabadan tutmuş, qonşuya qədər hamı danışacaq ki, sən bir iş gördün, eləyə bilmədin. Yəni özüm də bu yolu keçmişəm, çox da gözəl bilirəm. Ona görə qardaşın sənin üçün bax bu səs yazır və bu səsdə mən sənə tort işinə necə başladım və necə böyüdüm, bu işdə necə böyümək olar, tələbəmin bir hekayəsini danışacağam. Sonra bu içindəki qorxuları necə aşmaq olar, onlar haqqında danışacağam. Əgər tort işinə gəlsən, ilk müştərini burada necə asanlıqla tapacaqsan. Əgər mənim kursuma gəlsən, kursda mən sənə nə verəcəm, nə öyrənib gedəcəksən. Sadəcə otur, çayını iç, axıra kimi qulaq as, mən də bu səslə danışırım, sən də qulaq as. Deməli başlayaq. Birinci hissədən. Birinci hissə mənim hekayəmdir. Mən bu tort işinə necə gəldim, nətər öyrəndim, necə böyüdüm bu işə. 19-cu ildə biz bu işə başladıq. 19-cu ildə, yəni 6 ildə, 7-ci ildə. O vaxt mən hələ tort bişirməyi özüm bilmirdim. Anam bişirirdi. Mən isə Instagram idarə edirdim. Kasıb idik. Kasıb yox, it kasıbı idik. Yəni belə. Borclar xırdəkdən idi. Yenə də buna baxmayaraq mən həyatda atam kimi olmaq istədim, biznesmen, yəni öz həyatın, öz işin və öz həyatın heç kimin əlinin altında işləməyəsən. Hələ mən Rusiyada işləyənləri görürdüm, orada yəni işləmək olardı, amma Azərbaycana gəldim. Yəni burada bir işçiyə hörmət deyilən bir şey yoxdur. Bir işçiyə dəyər deyilən bir şey yoxdur. Bax özüm ölüm. Ona görə Azərbaycanda ancaq göz beş qurasan, kiməsə gedib işləyib asılı qalmayasan kiməsə görə. Çox təəssüf ki, biz Rusiyadan bura gələndə bizim pulumuz yox idi. Anam işləmə məcburiyyətində idi və o sexdə işləyəndə onun hər gün evə gəlib hansı əziyyətlər çəkməyin, orada işləməyi bizə görə, yəni hansı əziyyətlərə qatlaşmanın, yəni hamısını gözümlə görmüşəm və şahid olmuşam və ona görə heç birinizə hansısa bir sexdə kiməsə işləməyi məsləhət görmürəm. Yəni gözlədiyiniz qədər ləzzətli bir şey olmayacaq. Dəyərsizlik plus iş çox, maaş az. Bax belə bir şey görəcəksiniz. Ona görə hamınıza məsləhət görürəm ki, öz işinizi evdə qurub öz pulunuzu rahatlıqla ailənin yanında heç kimdən asılı qalmayaraqdan qazana bilər. Mən bunu elədim. Mən də bu alında Allahın izni ilə çox şükür anamı işdən çıxartdım və indi artıq anam heç kimdən asılı olmadan evdə olur. Mən də işləyirəm, pul qazanıram. Deməli, yenə qayıdaq hekayənin əvvəlinə. Mən işləmək istəyirdim, pul qazanmaq istəyirdim, öz ayağımın üstə durmaq istəyirdim. Çox şükür Allaha qismət oldu. Belə qismət oldu ki, yəni əziyyətsiz qismət olmadı da. Yəni anam tort bişirirdi, anam şeydə işləyirdi, başqa bir yerdə işləyirdi. Sonra mən Instagram işlədirdim. Orada düzəltdiyi tortların şəkillərini verirdim, mən səhifədə paylaşırdım, reklam vururdum. Belə yavaş-yavaş birinci ayda biz 4 dənə sifarişlə başladıq. Bir dənə deməli birinci gün 4 dənə sifariş götürdük, birinci reklam günü. Sonra ay ərzində sifariş götürüb. Sonra davam elədik bu işə. Sonra növbəti ayına 9 dənə sifariş, sonra 13 dənə sifariş. Belə də 5-10 arası sifarişlər hər ay artırdı. Kasıb olduğumuz üçün, yəni bu 4 dənə sifariş, ilk 4 sifariş mənə o qədər motivasiya verdi ki, yəni dəhşətli dərəcədə dəhşətizm. Sonra elə biz başlamaya yaxın bu koronavirus düşdü. Sağ olsun. Hamı evdə oturdu, işlər dayandı. Amma mən işimi dayandırmadım. Mən onsuz da ondan işləyirdim, Instagramdan işləyirdim. Mən naborot işimi artırdım. Belə artırdım ki, yəni gecəmi gündüzümə qatdım. Səhifəyə vaxt ayırdım, çoxlu şeylər öyrənməyə çalışdım, başladım, tortları özüm öyrənməyə başladım evdə. Sonra reklam vurmağı təkmilləşdirdim. Reklamla müştəri tapdıq. Hər ay sifarişlər artırdı, 5-10 arası belə. Nəticədə uzun sözün qısası, anamı işdən çıxartdım. Borclarımızı bağladıq. Evi düzəltdik, tam evdən çıxmadan öz pulumuzu qazanmağa başladıq. İndi 6 ildir ki, mən bu işin içindəyəm. Buradan pul qazanıb özümüzə ayrı ev tikmişik, evlənmişik. İstədiyimiz, yəni həyatda çox şeylər eləmişik ki, mən onu burada demək istəmirəm. Çünki bu səsimə baxırlar da qulaq asacaq çox təəssüf ki və istəmirəm gözləsin də. Amma bilin ki, bu işdən maşın da qazana bilərsiniz, maşının pulunu, evin pulunu da qazana bilərsiniz. Biz bu yolu keçdik. Mən burada nə danışıramsa, öz təcrübəmi bölüşürəm sizinlə. Yəni bunu biz elədiksə, bizim sizlə nə fərqimiz var acaba? Heç bir fərqimiz yoxdur. Bizim də iki qulağımız, bir beynimiz, bir başımız, iki əlimiz, iki görən gözümüz, bir insanıq da. Prosta aramızdakı fərq budur ki, birimiz gecəmizi gündüzümə qatmağa hazırıq və qatırıq, birimiz bunu eləmir. Gecəni gündüzünə qatanların nəticələrinə baxıb heyfslənir ki, kaş mən də vaxtında başlayardım, kaş mən də bunu eləyərdim. Yəni ki, biz sıfırdan kasıbçılığın dibindən başladıq. Yəni biz burada kimisə köməyi ilə, yəni yüksək bir vəzifədən, bir yerdən başlamadıq. Kasıbçılıqdan, kuxunadan, anamla bir yerdə əl-ələ verdik, bu işə başladıq. İşimiz biraz böyüdü. Böyüdə gəldik də nəsə bu günə qədər. Və bu 6 il ərzində çalan tort vermiş. Bundan
yaxşı bir şeylərin pulu çıxıb. Birdən siz qıraqdan baxırsınız, deyirsiniz, tort içində pul var. Deyir, filan kəs eləyir, ayda 2-3 dənə tort olur, onunla eləməli. Filan kəs 2-3 dənə tortdan əlbəttə işini eləyə bilməz. Yəni bu işə sən can qoymasan, ay bacı. Bu işdə 2-3 dənə tortdan ayda sən işini eləyə bilməzsən. Heç 10 dənə tortla belə işini eləyə bilməzsən. Bu işdən gərəsən bir günə 2 dənə, 3 dənə sifariş götürə bilərsən ki, ayda o 2000 pulu qatlayıb qoyasan cibinə, deyəsən ki, mən bu ayda bu pulu qazandım, indi gedirəm filan şeylə. Yəni buna biz yavaş-yavaş tədricən çatırıq da. Bir tələbəmin hekayəsini danışmaq istəyirəm, elə ona gəlmişkən. Tələbəm daş videosunu çəkib səhifədə paylaşmışdım, belə də yadıma düşmüşkən deyim. Deməli, bir tələbəm var idi. O dərsə gələndə deyirdi ki, mən qrupun ən tupoyuyam. Öz dediyi söz deyirəm. Yəni hamının içində deyirdi ki, mən müəllim, siz başqasına bir şey 2 dəfə izah edəndə mənə 10 dəfə izah edin. Çünki mən gec başa düşürəm, mənə gec çatır. Yəni mən belə baxıram ki, qrupdan tupoy mənəm də, elə deyir. Mən bu şeyi çətin öyrənəcəm. Həmin insan özünə inanmırdı. Hər dərsdə qorxurdu ki, ay müəllim, mən bu işi nətər öyrənəcəm? Özünə şübhə edirdi, inanmırdı. Təsəvvür edin, elə bir 3-cü ya 2-ci həftə deyil. Buna 2 dənə tort sifarişi gəldi. 1 həftədən sonra, 2 həftədən sonra. Bu hələ biskvit eləyə bilmir. İnsan hələ biskvit eləyə bilmir. Nə deməkdir? 2 həftədən sonra sifariş götür. Panikaya düşmüşdü. Yəni gəlib dərsdə az qala tir-tir əsirdi ki, ay mən sifariş götürmüşəm, mən bunu eləyə bilmirəm. Amma vəziyyəti görən kimi, yəni ona başladım kömək eləməyə. Ümumiyyətlə bütün tələbələrimə kömək edirəm, o heç yox. O heç. Yəni tək dərsdə yox, psixoloji, yəni bu insanın psixoloji özünə qarşı inamı yoxdur. Dedim bu reseptlə, yəni resepti vermişdim, prosta aldıra bilmirdi. Çünki özünün peçi xarab idi və s. Nəsə bir türlü biskviti aldırdıq. Ondan sonra başqa şeylərdə, tortlarda tək-tək o elementləri, detalları izah elədim və o getdi ilk tortunu elə bəzədi, elə yığdı, ona qədər də evdə məşqlər elədi, həqiqətən gecəsini gündüzünə qatdı, öyrəndi və panikaya düşən adam, qorxan adam elə bir tort ortaya çıxartdı. Yəni qıraqdan baxan adam deməsi bunu bu gün kursdan çıxan bir tələbə idi. Elə hətta paylaşmışdım. Səhifəmdə tort kursu nəticələr var, səhifə var da bioda. Ya da önə çıxanlarda. Bax, ora daxil olsan, tort kursu nəticələr səhifə çıxacaq. Ora daxil ol, aşağı fırla, orada ağlı mavili bir dənə tort var. Aşağısı mavilidir, yuxarısı ağ rəngdə, üstündə beyinli tortun şəkli var. O torta bir dənə bax gör, onun hansı səviyyədə edib. Özünə inanmayan, qorxan, sıfırdan başlayan bir tələbə. Yəni o onu eləyibsə, sən də sıfırsansa, sən də eləyəcəksən. Sən ümumiyyətlə nəsə bilirsənsə, sən ümumiyyətlə çox qabaq gedəcəksən. Nəsə bu insan qorxurdu. Gecəsini gündüzünə qatdı, dediklərimi elədi və tortu ortaya çıxartdı və pul qazandı və artıq kurs bitəndən hardasa deyə bilərəm ki, ona yaxın tort eləyib. Şəkillərini göndərirdi editing qrupa. Neçə dənə sifariş götürür. Bacı, yəni deməyim odur ki, biz insanların arasında fərq yalnız çalışmaqdadır. Kimsə çalışırsa nəyəsə nail olur, kimsə çalışmırsa yox. O da amma yolun əvvəlinə deyirdi ki, bəs məndə alınmayacaq, mən tupayam, mən bacarmıram falan, o və s. Amma alındırdı. Çalışdı və alındırdı. Bacardı. Keçdik növbəti 3-cü hissəyə, qorxular. Qorxular bizim həyatımızda həmişə var və olacaq ay var. Mən həyatımda bir şey, məsəl üçün, bax necə gül kimi, bülbül ötə-ötə danışıram avtomat. Mənim vaxtım olub, mən o qədər utancaq biri idim ki, astanovka var idi, hazırlığa gedirdim. 2 dənə dayanacaq var idi, avtobus dayanacaq. Mən o dayanacaqda düşürdüm ki, orada adam yoxdur. Orada adam yoxdur, insanlardan qorxub bər çəkinirdim. Və o dərəcədə yəni səydim. Və bir gün oturdum fikirləşdim ki, yəni bir çoxlu motivasiyon belə videolara baxırdım. Birincisi bu, yəni özü çəkinmək, özünə inanmamaq və s. Bunların hamısı özünə sevgidən irəli gəlir. Sən özünü sevmirsənsə, özünə nə inanasan, cəmaatdan qorxasan, cəmaatın qınağına məruz qalasan, kimsə yaxşı deyəndə sevinəsən, kimsə pis deyəndə pis olasan. Yəni başqalarının fikrindən asılı olasan da. Yəni bu hamısı öz sevgidən irəli gəlir. Videoların birində qulaq asmışdım, deyir ki, əgər sən özünü sevməsən, səni kim sevəcək? Heç. Bu söz mənim həyatımda həqiqətən dəyişməyə bir səbəb oldu. Mən oturdum, baxdım ki, mən özümü sevməməliyəm ki, mən həyatda nə pis iş görmüşəm ki, özümü sevməyim. Belə bir iş tapmadım, ona görə güzgün qabağında durdum, təsəvvür elə və dedim ki, mən özümü sevmirəm. Bugündən artıq mən özümü sevməyə başlayacağam. Mənim gözəl görünüşüm var, gözəl saçlarım var, gözəl danışığım var, gözəl nitqim var və s. Sonra başladım hər gün bunu edə, başladım özümü sevməyə. O özgüvən məsələsi də yavaş-yavaş bunda əriməyə başladı və qorxulara gəlincə qorxularımı nətər həll edim. Bir şey başa düşdüm ki, mən həyatda qulaq asanda eşitdim ki, deyir, əgər sənin həyatda qorxuların varsa, sən o qorxuları yalnız o qorxuların üzərinə getməklə həll edə bilərsən. Yəni sənin başın ağrıyırsa bir sözü, sənin başın ağrısı ancaq baş ağrı dərmanı keçə bilər də. Başa düşürsən? Yəni sən baş ağrı dərmanı atma, get çay iç, get su iç, bu keçəcək. Keçən şey deyil axı. Yəni sənin həyatda qorxuların varsa, sadəcə sən o qorxuların üzərinə getməlisən və səlam. Getməsən, sənin qorxuların heç vaxt əriməyəcək. Mən də bunu başa düşdüm, başladım qorxduğum şeylərin üzərinə getməyə. Düzdür. Nə yalan deyim? Yəni asan iş deyil də. Yəni hər insanın işi deyil də bu qorxuların üstə getmək, amma getsəniz, bilin ki, qalib olsanız, sizi elə bir həyat gözləyir ki, yəni o həyatın arzusunda yaşadığınız həmin həyat bax bu qorxuların üzərinə getməkdən və
onlara qələbə çalmaqdan sonra başlayır. Məsələn, deyim mənim tələbəm tort eləyə bilmirdi, qorxurdu, o qədər qorxurdu ki, titrəyirdi az qala qorxusundan. Amma qorxunun üzərinə getdi, çalışdı, dediklərimi elədi. Qorxunu həll elədi, fisioloji 6 dənə, 7 dənə tortu rahat kursdan sonra verib. Ona yaxın tortlar. Yəni məsəl üçün indi ən çox bacılarım hansı ki tort işlə öyrənmək istəyir, ən çox bunu eşidirəm ki, deyir ki, mən heç vaxt tort bişirməmişəm, alınacaqmı? Azərbaycan mənim bu kursum elə sıfırdan başlayanlar üçündür də. Ən sadə şeyləri izah edirəm ən asan dildə. Yox, ən çətin şeyləri ən asan dildə izah edirəm. Yəni ruhun incimir də. Sonra kimsə deyir ki, gec deyilmi? 40 yaşım var. Mənim 40-60 yaş arası o qədər tələbəm var ki, hətta 71 yaşında hal-hazırda bir tələbəm var. Əsas yaş deyil, əsas bu işə qarşı bir sevgi istəyinizdir. Sonra biriləri deyir ki, birdən alınmaz pul itirərəm. Məsələn, mənim kursuma gəlsə siz pul itirmirsiniz, çünki kurs bitəndən sonra 1 il mən sizin yanınızda oluram, dəstək oluram, sual-cavab edirəm. Yəni siz mənə eləyə bilirsiniz, soruşa bilirsiniz istədiyinizi. Alınmayanda göndərirsiniz, mən sizə onun həllini göndərirəm, eləyirsiniz və öyrənirsiniz. Sonra yəni qorxu normal bir şeydir. Bax, yəni burada qorxular çoxdur. Mənim səhifəmdə önə çıxanlarda suallar və qorxular deyilən bir önə çıxan var. Orada baxsan hamısına bütün qorxulara cavab vermişəm. Qorxu normal bir şeydir, amma qorxu ilə yaşamaq normal bir şey deyil. İllər sonra bu qorxu səni o qədər peşman bir həyata sürükləyəcək ki, deyəsən ki, kaş mən vaxtında falan şey eləyərdim və ondakı peşmançılıq var. Yəni nə edirsən dəyər. Sonra əgər sən tort işinə gəlsən əziz bacım, yəni bu işdə müştəri necə tapmaq olar? Hamının verdiyi sualdır, çox asan bir sualdır əslində. İlk müştəri ən çətin olan müştəridir. İlk, yəni bu işdə çətinlik ilk əvvəldə olacaq, ondan sonra hər şey yağ kimi gedəcək. Amma bunun asan və əsas bir yolu var. Birincisi, ətrafından başlayırsan. Storieslərdə, WhatsApp statusda, orada burada, qohum, qonşuya, dosta, tanışa hər tərəfə yayır. Bunu eləyirsən, burada bir nəticə görə bilərsən. Bunu eləmək istəmirsən, onda yəni yaxında bir normal insan yoxdursa, keçirsən növbəti mərhələyə. Növbəti mərhələ budur ki, səhifə açırsan. Səhifədə mən öyrətdiyim yollarla tort bəzəyirsən. Tort bəzəyirsən, video çəkirsən, sonra o videonun üzərində maraqlı bir şey danışırsan. O bir şey sən kursa gəlsən, sual qalmayacaq. Yəni elə bir şey danışsan ki, o video kəşfətə düşür. Kəşfətə düşəndə səhifənə çoxlu adam və müştəri gəlir və hər kəşfətə düşən video sənə nə qədər müştəri və adam gətirəcək səhifəyə. Və belə sadəcə bunu bir dənə öyrənənə qədər sənin əziyyətin var. Bunu öyrənirsən, vəsə. Ondan sonra hər şey yağ kimi gedir. Yəni sıfırdan başlayan tələbələrim var, Allah şahiddir. Sıfırdan səhifə açıb TikTok səhifəsi. Uca bir neçə dənə video paylaşırıq, amma ilk sifarişini bilirsiniz nə vaxt götürüb? Birinci yox, ikinci videosunu mən dediyim kimi çəkib, videosu düşür kəşfətə, 160 mindən çox baxış yığıb və o bir dənə videodan uca bir dənə sifariş götürüb eləyib, biri də ayın axırına olacaq. Yəni bir ikinci paylaşımı da səhifədə sıfırdan açılan TikTok səhifəsində, Instagram səhifəsində fərq yox. İkinci yüklənən və kəşfətə düşən video artıq sizə pulsuz şəkildə, reklama pul vurmadan, özünüzə güclü əziyyət vermədən, tort bişirmədən ikinci video sizə uca müştəri gətirə bilər. Yəni mən dediklərimi eləsəz əlbəttə ki, bu işdən uğura nail ola biləcəksiniz. Dediklərimi eləməsəz yox. Sonra və s. və bunun kimi çox tələbələrim var ki, onların nəticələrini tort kursu nəticələri yazın Instagrama ya da ki mənim səhifəmdə nəticələr önə çıxanlar var. Ora daxil olun, orada görəcəksiniz. Kursuma gələn tələbələr nə deyir? Kursuma gələn tələbələr hansı əl işləri ilə sonda çıxır? Həyatlarını necə dəyişirlər? Nə qədər sifariş götürürlər və s. Və sonda bu səsin sonuna gələndə kursum haqqında məlumat vermək istəyirəm. Əgər sən mənim kursuma gəlmək fikrindəsənsə nə vaxtsa, yəni əgər sən mənim kursuma gəlsən Aybacı nə öyrənəcəksən? Əsas mənim kursumda bu 3 dənə şey öyrənəcəksən. Birincisi tort bişirməyi və onu dekorlamağı. 100-dən çox tort öyrənəcəksən. Tortlar indi hamısı bir-birinə oxşayır. Bir dənə bəzi öyrəndin, bilirsən nə qədər tort eləyə biləcəksən. Trend tortlar öyrənəcəksən. Ən sadədən başlayacağıq amma biskvitdən, kremi hazırlamaqdan, dondurma dadı krem verən qaymaqdan, krem hazırlamaqdan, tortu sıvamaqdan və s. Yavaş-yavaş getdikcə çətinləşdirəcəyik. Yazı yazmaq, nasatkadan kant çıxartmaq, marsipan fiqurlarla işləmək. Yəni sıfır təcrübən olsa belə problem deyil. Elə bu kurs sıfır təcrübələr. İkincisi, bu işdə öyrənəcəksən müştəri tapmağı. Çünki tort bişirməyi bilmək kifayət deyil. Bu sənə sifariş gətirməyəcək. Sən bu işdə təqdimatı, sosial şəbəkəni öyrənə bilməlisən ki, bunları işləməyi bilməlisən ki, müştəri cəlb edə biləsən ki, həmin müştərilər səndən tort sifariş eləsin. Bu ikincisi və üçüncü, sən bu işdə satmağı öyrənəcəksən, psixoloji durumunu düzəldəcəksən, özünə inanmağa, güvənməyə başlayacaqsan. Bu ən vacib hisslərdən biridir. Çox adam tort bişirir, amma özünə inanmır, güvənmir və müştəri ondan tort istəyəndə öz mayasına belə hazır olur ki, tortu bişirsin, eləcə ona sifariş gəlsin. Amma biz rahat sifariş götürəcəyik, rahat. Yəni mənim verdiyim bir sistemdir. Mən özüm hansı sistemlə nəticə gördüm, tələbələrim hansı sistemlə nəticə görürsə, təzə gələn tələbələr də eyni həmin sistemlə nəticə görməyə başlayıb. Kursum 1 aydır.
Amma kurs bitəndən sonra 11 ay mən tərəfdən dəstək olur. Yəni sual-cavab edə bilirsiniz, istədiyiniz şey məndən. Plus yeni dərslər çıxır, istəyir sosial şəbəkəyə aid, istəyir 4 ay. Yəni yeni nə dərslərim çıxsa 11 ay ərzində əlavə göndərəcəm və sən də onu görə biləcəksən. Kursum həm əyani var, həm də onlayn da var. Əyani yəni Nərimanova gəlirsən, burada 1 ay ərzində gəlirsən, gedirsən, ərzaqların hamısını mən qarşılayıram, hamısını mən verirəm. Sadəcə kursa yazdırsan, gəlirsən, öyrənirsən, gedirsən. Yaxud da ki, onlayn da kursum var. Yəni əgər sən rayonda və yaxud da ki, başqa ölkədə yaşayırsansa, və yaxud da Bakıda sən amma uşaqlara görə kursa gəlib gedə bilmirsənsə, onda onlayn surətdə bu kursa qoşula bilərsən. Onlayn kurs məndə hazır video şəklindədir, videolar formatındadır. Onlara baxırsan, öyrənirsən. Yəni bu əyani kursdur, onlayn kursdur. Bu haqqda ətraflı məlumat almaq istəyirsənsə, sadəcə mənə mən burada videonun sonunda ekranda bax, nömrə qoyuram da 070 430 40 15. Ora bir dənə tort kursu sözü yaz. Orada dəqiqləşdirirsən. Yəni kursla maraqlanırsan yoxsa onlayn. Mən sənə hər birinin məlumatını verim. Hansı sənə lazımdırsa oxu. Əgər sənə uyğun olsa, əgər münasib olsa, qoşul kursa, öyrən, get pul qazan, həyatını dəyiş. Yəni ki, bacı, bu səsi axıra kimi dinləmisənsə, deməli bu iş sənin üçün ola bilər. Bu bir şansdır, qismətdir. Yəni bu nurta bu videonu açmamısan yəqin. Əgər sən qorxursansa, yolun əvvəlində qorxu normal bir şeydir. Yəni uğurlu həyatın əvvəli qorxudan, özünə inanmamaqdan, problemlərdən, kasıbçılıqdan belə şeydən başlayır. Səndə bunların hamısı varsa bil ki, sən uğurlu yolun qədəmindəsən. Ayağını elə bil ki, çox güclü bir yola qoy. Mən də qorxurdum. Tələbələrim də qorxurdu. Amma bu qorxu, yəni oturmağa bir səbəb deyil. Naburut bu qorxu, bu çətin vəziyyət başlamağa və nəsə etməyə bir səbəb olmalıdır. Əgər sən də evdən pul qazanmaq istəyirsənsə, öz pulun olmasını istəyirsənsə, mən də bacarıram demək istəyirsənsə, başqalarından asılı olmamaq istəyirsənsə, gəlin öyrənin. Görmə aparmayacağam ki. Allah hər birimizə uğur versin. Vəssalam.